Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Kürdəmirdə avtomobil motosikletçini vuraraq öldürüb. Hadisə rayonun Bakı prospektində qeydə alınıb. Belə ki, həmin yolda dönmə əməliyyatını həyata keçirən Ramin Bayramovun sürücüsü Çanqan markalı avtomobili hərəkətdə olan motosikletini vurub. Hadisə nəticəsində motosikletin sürücüsü Şamaxı rayon sakini 1953-cü il təvəllüdlü Tahir Əkbərov aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Allah rəhmət eləsin, yaxınlarına ailəsinə səbir diləyirik. Ağdamda qadın itkin düşüb. Xəbər verilir ki, Qozanlı qəsəbə sakini Hüseynova Mahirə Məzahir qızı martın 20-sinə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı Ağdam rayon polis şöbəsi tərəfindən axtarışlar aparılır.